Məsələ belədir ki, toyuğun yumurtalığın yetişmə zonasına daxil olan böyük kiçiyə, böyük B, kiçik B genotipli 6 ilkin hüceyrə 3 dəfə bölünüb əmələ gələn hüceyrələrin 4-dən 3 hissəsi yetişmə zonasına daxil olubdur. Bura qədər işləyək məsələni. Deməli 6 ilkin hüceyrə daxil olubdur. Mən demişəm ki, 3 dəfə mitoz keçirdi. Xəttlər çəkirsiniz bakteriya məsələsi kimi. 2-yə vuraraqdan başlayırıq. 12, 24, 48 deməli hüceyrə əmələ gəlibdir və bu 48 hüceyrənin 4-dən 3 hissəsi yetişmə zonasına daxil olubdur. Deməli 48-in 4-dən 3 hissəsi bizə nə qədər verir? 12. Deməli 36 hüceyrə yetişmə zonasına daxil olubdur. Düzdürmü? Və deyir ki, böyük kiçik B genotiplidir və daxil olan 36 hüceyrənin bilirsiniz ki, 36'sı gametdir. 36, 36, 36. 3 tane de yönelci cisimciklərdir. Düzdür? Bu biri gametdir. 3 tanesi de yönelci cisimcikdir bizdə. Elə mi? Deyir ki, sonda yaranan böyük ya kiçik B genotipli gametlərin sayı digərlərindən 4 vahid çoxdursa, gametlərin sayı digərlərindən 4 vahid çoxdursa. Deməli bu 36 gametdən deyir ki, biz bilirik ki, deməli böyük ya kiçik A, böyük B, kiçik B bizə 4 tip gamet verəcək. Böyük ya böyük B, böyük ya kiçik B, kiçik ya böyük B, kiçik ya kiçik B genotipini. Düzdürmü? 4 tipdə gamet verəcək bizə. İndi bu deyir ki, əmələ gələn bu 4 tip gametdən böyük ya kiçik B genotipli gamet digərlərindən hər birindən 4 vahid çoxdur. Deməli 12 dənəsi böyük ya kiçik B genotiplidir. Digərləri də 8-dən olacaq. Düzdürmü? Böyük ya böyük B, 8-i kiçik ya böyük B, 8-i də kiçik ya kiçik B. Demək doğruldu mu özünü? Yəni böyük ya kiçik B genotipli gametlərin sayı 12. Digərlərinin hər birindən 4 vahid çoxdur. Bu doğrultdu özünü. Deməli indi nə deyir? Deyir ki, böyük ya kiçik B genotipli yönəldici cisimciklərlə böyük ya kiçik B genotipli yönəldici cisimciklərlə deməli bizim 36 dənə yönəldici cisimciyimizdən deməli belədir də vəziyyət. 36 dənəsi hüceyrənin, 36 hüceyrənin böyük ya böyük B, 36'sı böyük ya kiçik B, 36'sı kiçik ya böyük B, 36'sı kiçik ya kiçik B genotiplidir. Düzdürmü? İndi bizə deyir ki, böyük ya kiçik B genotipli yönəldici cisimciklərdən biz də bilirik ki, əmələ gələn 36 dənə böyük A, kiçik B genotipli hüceyrədən 36 dənə böyük ya kiçik B genotipli hüceyrədən 12'si getdi gametin payına. Düzdür? Burada yenə deyirəm. 4 tip gamet veribdir. Daha doğrusu hüceyrə yaranıbdır. 36 paylanıbdır bu formada. İndi burada bu 36 dənədən 12'si gametin payına düşübdür. 36'dan biz 12'sini çıxaq. Nə qədər qalır? 24 dənə yönəldici cisimcik böyük kiçik B genotiplidir. Bizə də böyük ya kiçik B genotipli yönəldici cisimciklərin sayını istəyir bizdən. Deməli 24 dənə bu, 24 dənə bu. Və kiçik A, kiçik B genotipli yönəldici cisimcik lazımdır bizə. 36 dənə kiçik B genotipli hüceyrədən 8'i gametdir, yerdə qalan yönəldici cisimcik olacaq. Onda biz bu 36'dan 8'ini çıxaq, neçə qalacaq? 28'i qalacaq yönəldici cisimciyin payına. Düzdürmü? 28'in də üstünə 24 gəlsəm eləyəcək 52 dənə hüceyrə.